أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ونحن أقرب إليه من حبل الوريد. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm, məscidimizin əhlinə, səsimizi eşidən, canlı vasitəsilə, ölkəmizin dilbər guşələrindən və xüsusilə ölkə hüdudlarından kənarda bizi izləyən bacı və qardaşlarımıza Allahdan diləyək, bu rəhmət, bərəkət, məğfirətlə dolu olan bu mübarək Ramazan ayının bu qalan günlərini, bu 7 gün və ya 6 gün ki qalmış, bu qalan günlərimizi Allahın bizdən istədiyi şəkildə və bu ayda nazil olan bütün savab və fəzilətlərdən faydalanan bəndələrdən bizləri qərar versin inşallah. Möhtərəm cəmaatımız, ömür karvanı sürətlə gedir, vaxt sürətlə gedir. Biz fərqinə varsaq da gedir, varmasaq da gedir. Artıq mübarək Ramazan ayının əgər ayla bağlıdır, yəni 19-u axşam olarsa, bu bizim son cüməmiz olar. Yox, əgər 20-si axşama düşərsə, növbəti cüməmiz mübarək ayın son cüməsi olar. Hər halda günlər, aylar öncə mübarək Ramazan ayının gəlişini sayırdıqsa, neçə gün qaldı deyirdiksə, amma indi mübarək Ramazan ayın çıxmasına neçə gün qalıb deyirik. Amma bir anlıq düşünməliyik ki, biz necə bir ayı əlimizdən veririk və ya necə bir aydayıq. Biz bu mübarək ayında nə kimi dəyişə bildik, necə dəyişə bildik? Mübarək Ramazan ayından öncəki Allahın bəyənmədiyi, Allahın qəzəbinə səbəb olacağı hansı işləri tərk elədim? Yəni, özümü bir analiz etmiş olsam, yəni Ramazandan öncəki halımla indikində nə kimi dəyişiklik var? Bir ayət oxudum Quran-ı Kərimdən, Qaf surəsinin 16-cı ayəsini. Allah Teala sonuncu Peyğəmbərimizə buyurur ki, insanlara söylə ki, وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ. Mən ona, biz ona, təbii ki, sağ-sol çiyində olan mələklər də, ya Peyğəmbər, insanlara söylə ki, biz onlara, ona, yəni insana, şah damarından da yaxınıq. Şah damar insanın ölüm-qalım məsələsidir də. Yəni, şah damar zədələnəndə, qanın qarşısını ala bilməyəndə insan ölümə məhkumdur. Yəni, onun həyatı varlığı, mövcudluğu o damarla asılıdır. Allah Teala bu ayədə bilirsinizmi, bizə bir növ bir doğmalıq mesajı verir və eyni zamanda biraz da diqqətli olmağı bizə sanki bir mesaj olaraq verir. Bizim içimizdə həmişə bir səs var. Cavan, qoca, qadın, kişi fərq eləməz. Nə qədər böyüyürsən böyüyü, nə qədər yaş üstə yaş gəlsə, yəni böyüsən də, qocalsan da, o səs sənin içindədir.
O səs əslində insanın özünə çağıran ilahi bir xatırlatmadır. Ona fitrət səsi deyirlər. Bəzən görürsən, hətta Allahı qəbul eləməyənlər, Nəuzubillah, nəstəciribillah, inkar eləyənlər belə dar məqamda, çətin anda xilaskar axtarışına çıxır. Yəni, özündən ixtiyarsız xilaskar axtarışına çıxır. Bu, onun nəticəsidir ki, insanın fitrətində, insanın yaradılışında ilahi qüvvət, qüdrət özünü formalaşdırıb. Amma bəzən günahlar həmin o fitrətin üstün örtür. Fitrəti, belə deyək, hicablayır, bükür. Eyniliklə, məsələn, qızıl palçığa düşsə də qızıldır. Amma onun üstü ki, torpaqla, müəyyən, belə deyək də, palçıqla örtülüb, onları yuvandan sonra, cilalayandan sonra, təmizləyəndən sonra yenə də öz parlaqlığını, şəffaflığını göstərir. Bizim içimizdə olan bu səs əslində sözün həqiqi mənasında bizim bəzən uşaqlığımızla, uşaqlıq xatirələrimizlə olan bir səsdir. Həyat bizi müxtəlif yerlərə, müxtəlif istiqamətlərə apardı. Müxtəlif dövrlər yaşadıq. Yəni, zaman eyni zamandır. Yəni, Həzrəti Adəm əleyhissalam xəlq olandan xatəm sonuncu peyğəmbərə qədər və oradan elə bugünə qədər zaman anlayışı günəşin şərqdən çıxıb qərbdən batması ilədirsə, elə günəş yaranandan şərqdə çıxır, qərbdə də batır. Eramızdan əvvəl şimaldan çıxıb cənubda batmayıb. Cənubdan çıxıb, məsələn, şimalda batmayıb. Bir sözlə, zaman həmin zamandır. Amma zaman dəyişmir, insan dəyişir. İnsanın düşdüyü dövr insanı formalaşdıra bilər. İnsanın düşdüyü mühit yaxşı və ya pis mənada ona təsir edə bilər. Bu səbəbdən dövr insanı psixoloji cəhətdən də dəyişə bilir. Biz baxmış olsaq, indi yaşlılarımız var da, 90-88-ə qədər deyək olar bir dəfə müharibə görmüşdüsə, 90-dan bəri nə qədər müharibələr görmüşük. Hələ də dünya çalxalanır. Hələ də çalxalanır. Bunlar hamısı insan psixologiyasına bilavasitə təsir edir. Gərginliyinə, məsələn, həssas insandır. Baxırsan, hara baxırsan, ancaq ölüm paylaşılır. Hara baxırsan, partlayış paylaşılır. İnsan şuurunda artıq zədələnmə, psixoloji baxımdan insan travmalıdır, aqressiv olur. Ümumiyyətlə, bəzən ümidsizləşir. Böyüklərim xatırlayar, həm yaşıdlarım da, məndən 40-45 yaşında olanlar, indi böyüklərimizdir, indi cavanlar, o 2000-dən bəri olan aramızdakı cavanlar bəlkə xatırlamaz. Əvvəllər biz uşaq vaxtı, məsələn, mən şəxsən özümdən danışıram, məktəbli olanda elə düşünürdüm ki, ancaq insan yaşlanıb ölür, qoca yaşında, qoca vaxtında ölür. Bilməm, belə bir fikir sizdə olub, yoxsa yox. Yəni, mən uşaqlıq illərimi bir 31 il, 32 il əvvələ qaydıram, 7-8 yaşıma. Mən elə düşünürdüm ki, uşaq vaxtı insan yaşlanıb ölür, qocalır ölür. Amma çox-çox üzr istəyirəm, indi məktəbli uşaqlar, Allah sizin balaları qorusun, 4-cü sinifdə oxuyan qız övladım, məsələn, bu paylaşımlar və s. görür, məsələn, deyir, onsuz da öləcək də, nə vaxt öləcək? Misal,
Yəni insan o qədər ölümlə bağlı paylaşımlar görür. Artıq indi məktəbli uşaq da yəni ölüm mövzusundan elə biz də öləcək deyə düşünür. Yəni bu kimi şeylər insanın həyatda ümidinə, onun arzularına təsir edən hadisələrdir. Əslində biz bəzən həyatla elə bir hadisələrlə qarşılaşdıq ki, həyat bəzən bizi güldürdü, bəzən bizi ağlatdı. Bir sözlə biz hansı hallara düşməyimizə rəğmən, hansı situasiyaları yaşamağımıza rəğmən, bizim o içimizdəki o saf duyğu ki var, uşaqlıq hissi, o saf, müqəddəs hiss ki var, o heç zaman bizi tərk eləmədi. O hər zaman bizim içimizdə bizi gözlədi. Fitrətə qayıdış, paklıq, qüdsiyyətə qayıdış. Biz dünyaya qarışdıq, bəzən müxtəlif rənglərə, rəng dedikdə məcazi mənada da baxırsan, birini tanıyırsan belə, amma biraz vəzifəmi, biraz pulmu, biraz gücmü, biraz çevrəmi, biraz əhatəmi, adam dəyişir. Yəni, qarşılaşanda 2.50 görüşürdü, indi görürsən salam versin, heç salam o alınır. Yəni, insan yaşa dolduqca belə şeylərlə qarşılaşır. Bir sözlə, hər nə baş verirsə versin, o saf halımız əslində bizim iç dünyamızda bir küncdə səbirlə, təmkinlə bizi gözləyir ki, bir gün insan ona dönüş edəcək, insan ona qayıdış edəcək. Əgər baxmış olsaz, bunu istəyirəm bir misalla, örnəklə gətirərək nə demək istədiyimi izah edeyim. Burada müxtəlif dilbər guşələrimizdən əzizlərimiz var, ana bacılarımız bizim dinləyir. Düzdür, bizim bu məscidimizdə, qəsəbəmizdə cənub əhli daha çox əksəriyyət, belə deyək də, say baxımından çoxluq təşkil edir. Amma onunla yanaşı bizim arandan da, şimaldan da, qərbdən də, müxtəlif dilbər guşələrimizdə burada yüzlər insanların soruşsaq, hərə bir regiondan, bölgədən, rayondan paytaxtda öz ailəsini, ehtiyaclarını, himayəsində olan insanların ehtiyacını ödəmək üçün toplaşır. Bəzən görürsən, biri oxumaqla əlaqədar gəlib, burada ailə qurub qalıb. Əksəriyyət o rifahı naminə, sosial vəziyyətinin təminatı üçün bura üz tutub. İndi səmimi etiraf eləyək ki, bizim hər birimizin uşaqlıqdan yadımızda qalan gözəl xatirələr var. Unudulmaz xatirələr var. İnsan yaşa dolduqca o xatirələrə daha çox qayıdır. İnsan gənc olanda başı işə qarışır. Məsələn, qarşısına məqsəd qoyur ki, torpaq alıb ev tikəcəm. Torpaq alıb ev tikəndən sonra, məsələn, qarşısına məqsəd qoyur, maşın alacam. Maşın alandan sonra, məsələn, dükan açacam. Hərə arzularla da müxtəlif. Amma elə ki, bunlar hamısı həllini tapdı, öz yoluna, öz axarına düşdü, övlad da oldu, nəvə də oldu. İndi o boş vaxt olanda, asudə vaxt olanda, o uşaqlıqla bağlı olan xatirələrimiz bizim, o duyğular bizdə təzələnir. Baxsaq, bəzən xırda bir o uşaq vaxtı anamızın, Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara şərəfli, dəyərli, qiymətli, mənalı ömür nəsib eləsin. Məsələn, o təndirə çörək yapmağı, o təndirin başında gedib elə gözləyirdin, biri geçsin, qazmağından götürəsən. Misal da, bir anlıq o insanın müəyyən yaş dövründə onun fikrində formalaşır və onun həmin o uşaqlıq illərinə onu qaytarır. Bəzən bir olmağımız, məsələn,
90'ların əvvəli mənim yaşım o vaxtlara düşüb, 85 təvəllüdəm. Yəni yadımdadır ki, indiki kimi bizim belə deyək də, çilli çıraqlı evlərimiz yox idi. Saatla işıq verilərdi, işıq da közərərdi. Olmayan halda evlərimizdə yandıracağımız lampalarımız olardı və s. Amma hamı məhəbbətlə onun ətrafına yığışardı. Hamı süfrəyə bir əyləşərdi, ata başda əyləşərdi, ana atıya birinci xörək çəkərdi. Hamı bir nəfər kimi yeməyin də vaxtı var idi, süfrənin salınma vaxtı da var idi. Düzdür, indiki qədər otaqlarımız geniş deyil idi. İndiki qədər evlərimiz bərli, bəzəkli, zər-zibalı deyildi. Amma qəlblər bir idi. Hamı yığışırdı süfrənin ətrafına, hamı o gözəlliyi. Amma indi evdə əgər 5 otağın varsa, Allah biraz da artıq eləsin, evdə 5 nəfər varsa, görsən hər elə bir otaqdadır. Kişi bir otaqda, xanım bir otaqda. Biz günah tərəfini düşünmürük ya. Elə bəy, məsələn, telefonda savab bir işlə məşğuldur. Savab tərəfini düşünürük də. Xanım da elə, məsələn, öz anası ilə, bacısı ilə, rəfiqəsi ilə ya elə dini bir, maraqlı bir nəyisə izləyir. Mən elə yaxşı tərəfini götürürəm. Amma yenə yaxşı tərəfi ilə yanaşı, hamı ayrı-ayrı. Onda bir otaqda hamı bir yerdə idi. İndi 5 otaq var, hamı ayrı-ayrı. Süfrə salınanda görürsən ki, ana süfrəni hazırlayır. Bunlar günümüzün əslində narahat edici hallardır. Ha? Süfrəyə otururlar, çay süzülür. Ay oğul gəl, abala gəl, ay qızım gəl. O gələnə qədər 2 dəfə stəkanın çayını boşaldır, tökür. Bəzən də görsən elə xanımlar olur, indi onlar kinoa, seriala daha çox baxır da. Gözü qalır orada yemək yanır. Məsələn də mətbəxi tüstü basır. Nə bilim, bilmirəm hansından danışaq, nəyi deyək. Bir sözlə əvvəlkinə baxanda, indikinə baxanda düzdür, biraz ola bilər bunu buradan səsləndirməyimiz bir qəribə gələ bilər. Amma bu İstədiyim bu misalları vurmaqda məqsədim o içimizdə olan o bir səs ki var ha, fitrət səsi. Ona istəyirəm qayıdış edək ki, əslində o saflıq bizim içimizdə var. Bəzən görsən xırda bir şey insanın gözünün yaşarmasına səbəb olur, insanın kövrəlməsinə səbəb olur. Məsələn, illər sonra öz doğulub, boyuyub, başa çatdığın, böyüyüb başa çatdığın kəndə gedəndə uşaqlıq xatirin, oradan məsələn naxıra getmisən, mal aparmısan, misal, və yaxud da oradan məktəbə getmisən, müəyyən ora ilə bağlı xatirə özündən ixtiyarsız gözündə olur. İndi həmin şəxs yoxdur, dünyasını dəyişib, ya əlaqələr itib, istər-istəməz, məsələn, Allah cümlə şəhidlərimizə rəhmət eləsin, Allah onların ruhunu şad eləsin, Allah bu ayın şəhidi Əmirül Müminin Əli ibn Əbi Talib ağaya qonaq eləsin. Məsələn, 28 il, 30 il sonra işğalda olan torpaqlarımız azad olandan sonra nə qədər insanlar ora gedib, boş torpaq daha, bəzi kəndlərimizə, mən o müharibə vaxtı könüllü iştirakçı idim, bəzi kəndlərimizi sözün həqiqi mənasında şoxun vurublar. Yəni, kəndi, belə deyək, evi, bütün hər şey söküb, tarla eləyiblər, üzüm əkiblər, buğda əkiblər. Yəni, kənddən əsər əlamət yoxdur. Amma onunla belə ev, eşik olmasa da, ora çatanda adam orada xatirələri var deyə, özündən ixtiyarsız gözü dolur, özündən ixtiyarsız 30 il əvvəlki xatirələr onun
gözünün önündə canlanır. Bu daşın üstündə oturmuşdum, burada bu hadisə olmuşdu, kəndin girəcəyində bir dəfə belə bir şey olmuş. Yəni bu hisslər insanın fitrətə qayıdış hissidir. Əslində bugünkü söhbətimizdə bu ayə ilə insanın itirdiyi, belə deyək, halına qayıdışı, öz qəlbinin səssizliyini yenidən eşidə bilməsi və Rəbbinə doğru iç əslində yolçuluğa dəvətdir. Yəni bu bizim fitrətimizdir. Müəyyən zaman keçdikcə günahlar onun üstünü örtüb, amma bu söhbətimizdə həmin o iç dünyamızda ora bir çağırış mesajlardır ki, Allah Taala buyurur: "Və nəhnu aqrabu ileyhi min hablil varid." Ya peyğəmbər, mənim bəndələrimə söylə ki, mən onlara şah damarlarından belə yaxınam. Biz insana şah damarından yaxınıq bilirsinizmi nə deməkdir? Bu ayə əslində insanın unudulmuş bir həqiqətini ona xatırladır. Allah istəyir deyə ki, ay mənim bəndəm, sən tək deyilsən. Axı bəzən insan təklikdən yorulur, bezir, rəncidə olur. Deyir, daha yorulmuşam, daha səbrim tükənib. Amma Allah istəyir bu ayə ilə insana bir mesaj verə ki, sən tək deyilsən. Və üstəlik istəyir insana deyə ki, mən sənə şah damarından ki yaxınam, sən çaşsan da, yolu səhv keçsən də, mənə qarşı günah etsən də, amma mən səni heç vaxtı atmaram. Mən sənə çox yaxınam. Sən özünü itirsən belə, amma uca Rəbbimiz heç vaxtı səni itirməz, məni itirməz. Sən uzaqlaşsan belə, o sənə olan yaxınlığını dəyişməz. Çünki o sənə şah damarından da yaxındır deyə. Və təbii ki, bu ayə əslində insanı sakitləşdirir. Mən sözümü xülasələşdirirəm ki, həmi gecəni səhərə qədər Qədir gecəsi əhya idi, oyaq qalmışıq. Sübhədə də xütbəmiz olub, sizi çox yormayım və sözümü xülasələşdirib sonda qarşıdan təbii ki, mübarək Ramazan ayının hilalını gördükdə bizə Ramazan ayının orucu kimi fitrə zəkatı da çıxarmaq vacibdir. Bir neçə fitrə zəkatı barəsində mühüm məlumatları deyəcəm. Çünki ehtimalən ola bilsin ki, 19-cu axşam ay görünmüş olsa, bu bizim son Ramazanımız, Ramazan-ı Mübarəkin son cümə xütbəsidir və artıq Şəvval ayından ta Ramazanın hökmlərini yox, o aya məxsus olan mövzular barəsində danışacaq. Ona görə fürsəti qənimət bilib o məsələlərə də toxunacam. Bu ayənin belə deyək, fonunda sözümüzü xülasələşdirmiş olsaq, ayədəki buyurulur, şah damarından yaxındır. O deməkdir ki, Allah bizim sözümüzdən əvvəl niyyətimizə, axı söz insanın ağzından çıxmamış, onun niyyəti olur da. Məsələn, niyyətində tutursan, mən bu işi görəm. İşi görməzdən öncə niyyət formalaşır. Birinə bir söz demək istəyirsənsə, birinci niyyətində, zehnində o formalaşır, sonra deyirsən. Deməli, Allah bizim sözümüzdən əvvəl niyyətimizi, niyyətimizdən əvvəl hissimizi, insanın hissi olmasa o niyyət formalaşa bilməz. Və hissimizdən əvvəl qəlbimizin titrəyişindən xəbərdar olan Allahdır. İnnehu ya'lemu ma tukhfis sudur ayəti şərifədə buyurur, o bir varlıqdır ki, sizin qəlbinizdən keçənləri, qəlbinizin o titrəyişindən xəbərdardır. Və hissimizdən əvvəl qeyd etdik ki, qəlbimizin titrəyişindən xəbərdardır. İnsan bəzən dərdini heç kimə deyə bilmir. Məsələn, baxırsan, adam narahatdır, indi dostdaşına ilə həmsöhbət olursan, qarşılaşırsan, qardaş, nəsə elə bil fikirlisən, narahatsan. Deyir, hə, deyirəm, deyir, yox, deyiləcək bir sözdür. Heç kimə deyə bilmirəm. Bəzən insan dərdini heç kimə deyə bilmir. Amma içinə çəkdiyi bir
ahdan belə, o ki, ah çəkirsən ha, heç kimə deyə ki bilmirsən ha, söyləyə bilmirsən, bizim o ismizə çəkdiyimiz o ahdan belə Xaliq-i Sübhan, Xaliq-i Ləmyəzəl, Rəhman və Rəhim olan Allah xəbərdardır. Buyurur, nəhnu aqrabu ileyhi min hablil varid və nəhnu aqrabu ileyhi min hablil varid. Biz insana onun şah damarından da yaxınıq. Bir sözlə bu ayə barəsində zamanınız olanda oxuyun, tədəbbür edin, fikirləşin. Bu ayə əslində insana bir huzur bəxş eləyir. Bilirsinizmi? Allahdan sanki belə bir səda gəlir ki, mənim bəndəm, qorxma, sən tək deyilsən. Bu söz bilirsən nə qədər ümid vericidir? İnsan çətinə düşəndə, biri onun yanında olanda, məsələn deyir, narahat olma, bu da keçəcək. Narahat olma, sən bunun öhdəsindən gələcəksən. Narahat olma, sən güclüsən. Bu sözlər insana ayaq üstə durmağa güc qüvvət verir. Bu ayə də sanki Allah tərəfindən bizə qorxma, sən tək deyilsən. Allah sənin aldığın nəfəs qədəri sənə yaxındır və sənin yanındadır mesajını bizə verir və bu səbəbdən daima Allahı yanımızda bizimlə birlikdə bilək və onun əzəmət və qüdrətini heç zaman unutmayaq və bizim fitrətimizdə olan ilahi qüdrətlə olan o səsə səs verək, ona qayıdış edək və mövzumuzsa insanın özünü tapması, fitrətinə qayıdışı idi. Təbii ki, mövzu biraz geniş idi. Mən az öncə qeyd etdiyim kimi fitrə zəkatı barəsində ən önəmli, ən lazımı olan, belə deyək də, aktual məsələlərdən bir neçəsini qeyd eləyəcəm və sözümü onunla da elə tamamlayacağım. Deməli, ilk öncə möhtərəm cəmaatımız, onu qeyd edim ki, fitrə zəkatı mübarək Ramazan ayının, belə deyək, bitməsi ilə, Şəvvalın hilalının görünməsi ilə, yəni artıq bu yeni çıxan ay, görünən ay Şəvvalın hilalı olacaq. Ramazan ayının hilalı görünüb. Deməli, ayın ümumiyyətlə görünməsinin sabit olması ən ümdə məsələ insanın özünün görməsidir. Yəni, bundan o tərəfəsi yoxdur. Yəni, ilk hilalın görünməsinin sübutu insanın özünün görməsi. İkinci, iki nəfər inandığın, ədalətli adam, heç zaman onlardan yalan görmədiyin insan ayın göründüyünü deyə, sən özün görməmsən, amma iki nəfər şəhadət verir ki, biz ayı gördük. Onların sözü ilə də hilal görünməsi sabit olar. Üçüncü, bir dəstə insanın söyləməsi. Yəni, iki nəfər ədalətli öz yerində, amma bir dəstə insanın, yəni say baxımından onlar o qədərdir ki, onların yalan söyləməsinə ehtimal vermirsən. Belə olan məsələdə də o həmin toplumun sözü ilə, fikri ilə də ay sabit ola bilər. Peyğəmbər alı, Peyğəmbərə səlavat zikridir. Və o səbəblərdən biri də, məsələn, ayı görməmisən, amma mübarək Ramazan ayından 30 gün, 31 olması yoxdur da. Günə-gün, əgər 30 gün tutmuş olarsansa, yəni ayın əvvəli sənə sabit olub və sonda Şəvvalın hilalını görünmürsə, yəni 29 gün 30-a keçdi. Tutduğumuz halda daha biz ayın görünməsini gözləmirik. Çünki 30 gündən o tərəfə bizim, yəni ayımız hicri qəməri də yoxdur. Bir sözlə,
Şəvval ayının hilalı göründükdən sonra fitrə zəkatı insana vacibdir. Bəzən görsən elələri deyir ki, mən bir neçə gün qabaq çıxartmışam. İndi nə qədər çıxartmalıyıq, nədən çıxartmalıyıq, onları da deyəcəm. Deməli, deyir mən çıxartmışam, həmin gün aparmıram ki, onun qəlbinə məsələn də narahatçılıqdır ki, mən fitrə zəkatı istəmirəm, mən o halda deyirəm ki, mənə fitrə verəsiz, belə deyək. Yəni, ehtiyacı olan insan bu sözləri söyləmir. Və şəri hökmü də istəyirəm izah eləyəm ki, qabaqcadan, yəni hilal görünməzdən öncə, Şəvvalın hilalı sabit olmazdan öncə fitrə zəkatı çıxartmaq olmaz. Yəni, fitrə zəkatının vacibliyi ayın görünməsi ilə. Məsələn, necə azan verilməmiş namaz qıla bilməzsən? Mən deyim, indi biraz tələsirəm, biraz tez qılım, belə bir şey yoxdur. Düzdür, belə məsələn, hökmü bilməyib, belə etmək istəyənlər var. Mənim bir dəfə elə bu məscidimizlə bağlı da biraz yorğunsuz bunu deyim, biraz eyniniz açılsın, təbəssüm eləyəsiz. Bir neçə il idi burada o cavan vaxtlarımız, düzdür, indi də qocalmamışıq, amma yaş üstə yaş gəlib də saçımız, saqqalımız ağarıb elə bu minbərdə, məsciddə. Əksəriyyəti tanıyır, ola bilər təzə gələnlər tanımasın. Bir neçə xuddam dəyişib bizdə, belə deyək də. Kərbəla Bəxtiyar əzizimiz bir 7 il o burada, ondan öncə biri 7 il, sonra bir 5-6 xuddamımız olub. Allah hamısına bərəkətli ömür versin, Allah hamısını qorusun. Bir gün bu Kərbəla Bəxtiyar namaza biraz qalıb hələ, gördüm zəng vurur, bir dəfə, 2 dəfə. Axır açdım, o kim deyirdi, ta adını çəkmirəm, elə bu kənd cəmaatından biridir, o əvvəldən olan qardaşlardan bir neçəsi buradadır, tanıyır onu. Bu tövbəkar idi. Biraz o tərəfdə, bu şimal bölgəsində, Rusiyada zətdə, yaşı da var, bir 50-yə sahman idi, indi çox olar da, mən danışıram bir 10 neçə il bundan qabaq, dəqiqliyi ilə ili yadımda deyil. Biraz da bu Allah saxlamış, elə biraz, belə deyək də, indi o biri tərəfdən bu tərəfə tövbə eləyib qayıdıb, elə biraz sözlə, hərəkətlə qarşı tərəfə elə bil təsir eləmə imkanına malik idi. Bu Kərbəlayı da biraz elə çəlimsiz, cansız belə yığdı. Deyir, hacı, adını da deyir, adını çəkmirəm, elə burada olanlardandır. Amma təzə hökmü bilməyib deyə. Deyir ki, bu, deyir, mən tələsirəm, azanı ver. Bu da xuddamdır da, bu azan vermə. Deyir, nə qədər deyirəm ki, yox da, hələ namazımı. Deyir, mən deyirəm, ver. Çünki elə bilir ki, bu Bəxtiyar kişi azanı verdi, namazın vaxtı oldu, bu qıldı, getdi, işi bitdi də. Deyir, nə qədər deyirəm, məni eşitmir. Deyir, dedim, axında yığın, bəlkə özü deyə, desə, hə, verim. Deyirəm ki, Allah sənə saxla. Namazın vaxtı olmamış, mən sənə necə deyə bilərəm. Axır bunu indi aldım, telefonla danışıram ki, ay filan kəs, nə məsələdir, nə olub? Deyir, tələsirəm. Deyirəm, tələsirsən, get də. Deyir, getdiyim yerdə qıla bilməyəcəm. Siz azanı verin, mən qılım, gedim, sonra onlar gələndə onlar üçün bir dənə də azan verərsiniz. İndi belə bir insanlar da olur. Bəzən görürsən, hökmü bilmir. Adam deyir, mən 3-4 gün qabaq bazarlıq eləyib aparıram ki, qəlbinə gəlməsin ki, buna fitrə zəkatı veriblər, fitrə veriblər. Bu sənin xoş düşüncən ola bilər, gözəl təşəbbüs ola bilər. Amma görək dinlə, İslamla, şəriətlə üst-üstə düşür yoxsa? Yəni, İslam, din, qayda, qanunları sənə mənə görədir. Sənə mənə görə olsa o nizamdan çıxar, o çərçivədən çıxar. Yəni, bunun qaydası budur ki, Şəvval ayının hilalını gördükdən sonra sənə fitrə zəkatı vacib olar. Və fitrə zəkatı kimlərə verilməlidir və kim verməlidir? Bildiyimiz kimi fitrə zəkatı hər müsəlman olan, ağlı yerində olan və özü fəqir olmayan, fəqir kimə deyirlər? Özünün və himayəsində olanların ehtiyacını
qarşılaya bilməyən, ödəyə bilməyən insan fəqir olar. Amma məsələn 1 illik onun deyək tutaq ki 1 ilə 2000, 3000, 5000 nə qədər indi ailəyə görə məsrəfi var. Həmin vaxt 1 illik əlində o məbləğ olmasa da, amma aylıq işdə işləyir, aylıq ailənin təminatını qarşılaya bilirsə, ona fəqir demək olmaz. Bir sözlə, ağıllı olan, həddibuluq olan və fəqir olmayan və kiminsə çörək yeyəni sayılmayan. Məsələn, atanın himayəsindəsənsə, atanın çörək yeyəni sayılırsan. Xanımdır, məsələn, ailə başçısının himayəsindədir və s. Belə olan halda fitrə zəkatı çıxarmalıdır, ehtiyaclı olan insanlara, yoxsul insanlara verilməlidir. Və bir şey də nəzərinizə çatdırım, bəzən bunu da çox vaxt soruşurlar ki, məsələn, məhəlləmizdə yol biraz bərbaddır, nə bilim, müəyyən su problemi var. Olar biz yığışaq elə məhəlləyə yol çəkdirək, şirin su çəkdirək. Əzizim, fitrə zəkatı olmadan sən məhəlləyə yol çəkdirməyəsən. Fitrə zəkatı olmadan sən içməli suyu təmin eləməyəcəksən. Bunu Allah qoyub ki, yoxsul, imkansız insanlara yardım edilsin. Bu iş yol çəkdirmək gözəl təşəbbüsdür, su çəkmək gözəl təşəbbüs. Amma daha bunu niyə fitrə zəkatı ilə eləyək? Bunu elə yığışaq imkanımız qədərində öz Allah bizə verdiyindən bunu məsrəf eləyək. Bir sözlə, ehtiyaclı olan insanlara, az təminatlı ailələrə həm pul, həm də ərzaq şəklində 3 kiloqram arpa, buğda, kişmiş, xurma, noxud, istənilən bu sinifə mənsub olan, aid olan bu dənəli bitkilərdən də ya da ki, onun məbləğində pul şəklində, ya həmin pulu ərzağa çevirib vermə şəklində və həmin yaxşı olar ki, bayram namazından sonra o elə çatdırılsın, ya bayram namazından öncə, yəni həmin günlərdə verilməsi daha tövsiyə olunur. Və bir də çalışmalıyıq ki, açıq-aşkarda günah edən insanlara mütəcahir bir fisq deyirlər. Açıq-aşkarda günah edən insanlara fitrə zəkatı verilməsin. Məsələn, bilirsən ki, sən bunu verəsən, bu aparıb şəraba verəcək. Bilirsən, məsələn də, xoşa gəlməz yerlərdə istifadə edəcəksə, onlara fitrə zəkatı vermək olmaz. İndi deyə bilərsən ki, kişi özü nələrinsə aludəçisidir, amma xanımı iffət ismət sahibidir. İman əhlidir, körpə balaları var. Orada pul şəklində yox, onun o körpə balalarına, ehtiyaclı olan ailəsinə ərzaq şəklində və yaxud da məktəb mövsümüdür, məktəb məsələn lazım olan çantası mıdır, məktəb ləvazimatı yoxdursa, ona da çevirib vermək olar. Gəldik qədərinə, orada məbləğ olaraq bizim məsələn, bəzən görürsən ki, formal olaraq deyirlər bu qədər adam başı. Amma bizdə konkret olaraq hədislərimizdə məbləğ keçmir. Yəni, bəzən görsən deyirlər adam başı 10 manat, 15 manat. Yəni, bunu konkret olaraq təyin etmək əslində düz deyil. Sadəcə onu insanlar ki, soruşur nə qədər verək, nə qədər çıxaraq. İndi azından 10 manat, 15 manat o da nəsə ala bilsin, evinə bir şey ala bilsin deyə bu nöqteyi nəzərdən deyirlər. Amma qayda olaraq 3 kiloqram arpa, buğda, onun özündən ya pulunu artıq da vermiş olsan, təbii ki, sənin savabındır. Bir sözlə, deməli fitrə zəkatını fəqir olan, yoxsul imkansız olan və bir də açıq-aşkarda günah etməyən kəslərə verməliyik. Peyğəmbər alı Peyğəmbərə səlavat-ı gedir.
bir neçə məsələ ilə sözümü bitirim. Bəzən sual verirlər, mənim şəxsən özümə də ünvanlayıblar ki, məsələn, övlad burada işləyir, ata məsələn rayondadır, biraz maddi durumu yaxşı deyil və yaxud da xəstədir, naxoşdur, müalicə alır, dava dərmanları var. Oğul məsələn soruşur ki, mən fitrə zəkatımı atama verə bilərəmmi? Atamın dərmanına, anamın məsələn ehtiyaclarını qarşılaya bilərəmmi? Xeyr. Yəni fitrə zəkatını övlad ataya və anaya verə bilməz. Üstəlik, ata, ana da öz övladına fitrə zəkatı verə bilməz. Çünki uşaq da, nəvə də atanın himayəsindədir deyə. Deməli, insan öz ata-anasına fitrə zəkatını verə bilməz. Ola bilər, yoxsuldur, başqaları verə bilər, ha? Məhz oğlun öz atasına, anasına fitrə zəkatından söhbət gedir. Və eyni zamanda ata da öz fitrəsini öz oğluna, öz nəvəsinə, qızına və s. da verə bilməz. Və az öncə qeyd etdik, bir də açıq-aşkarda günah eləyən, məsələn, günah bu mənadakı elə ən bariz nümunəsi şərab içəndir, məsələn, dini məsələləri lağ eləyəndir, məsələn, Qurana, məzhəbə, əhl-i beytə dil uzadandırsa, buna da vermək olmaz. Və ən ümdə məsələlərdən biri də budur ki, seyyid olmayan öz fitrə zəkatını seyyid olana verə bilməz. Bu məsələ yadımızda olsun. Məsələn, bir nəfər tutaq ki, qonşundur, seyyiddir, həqiqətən də ehtiyaclıdır, az təminatlı ailədir. Sənsə seyyid deyilsən. Bizim şəriət hökmlərinə, qaydalarına görə seyyid olmayan seyyid olana fitrə zəkatı verə bilməz. Amma seyyid seyyidə fitrə zəkatı verə bilər. Və yaxud da seyyid həm seyyidə, həm də seyyid olmayana öz fitrə zəkatını verə bilər. Bu fitrə zəkatı ilə bağlı olan ümdə məsələlər idi. Təbii ki, orada digər məsələlər də var. Məsələn, sən birini tanıyıbsan ki, bu yoxsuldur, az təminatlı ailədir. Vermirsən, amma sonra məlum olub ki, adam cildə girib, qiyafəsini dəyişib, amma əslində heç ehtiyaclı da deyil. İndi təzədən verməlisən, yoxsa yox. Və yaxud bir adamı tanımırdın, zahiri görkəmi səni allatdı. Məsələn, yoxsulam, pulum yox filan. Pulu verirsən, biraz keçir, bir yerdən bir kafein, bir restoran qabağından keçəndə görürsən, qabağına haram məsələn mayelər qoyub, haram qidalar qoyub, bilirsən ki, adam səni neyniyib? Alladıb. Şirin dili ilə, nə bilim, görkəmi ilə, nəysə. İndi burada mən təzədənmi onu verməliyəm, yoxsa yox? Və yaxud ayırıb qoymusan ki, məsələn, axşamdan sabahları bunu verərəm. Məsələn, bir yerə qoymusan, aylıq pulu tapmırsan və yaxud da necə olub, nətər. Birinə vermisən, deyib mən çatdıraram, arxayın olubsan, 2 aydan sonra qarşılaşanda, məsələn, üstörtülü soruşursan ki, bir nəfərdən sizə bir şey göndərmişdim, əmanət gəldi, çatdı, deyir, nə nəfər, nə pul, nə əmanət. Baxırsan ki, ünvanına çatmayıb. İndi yenidən verməlisən, yoxsa yox? Bunlar da fitrə zəkatı ilə bağlı olan məsələlərdir. Bugünlük bu qədər yetər. Əgər yordumsa sizi üzürlü biləsiniz, çünki bunlar bizim mövsümü, belə deyək, məsələlərimizdir. İldə bir dəfə söylənilir. Digər aylarda bunlar danışılmır deyə özümə borc bildim ki, fitrə zəkatı ilə bağlı olan ən önəmli məsələləri də vurğulayam. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh. İlahi pərverdigara dərgahvə açılan əllərimizi naimiz sinəmizə qaytarma. Allahım, sən rəhmansan, rəhimsən. Bu mərhəmət, bərəkət, rəhmət, bərəkət ayında bizi öz rəhminlə
bağışlanan qullarından qərar verginən. Allahım, qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar etginən. Allah, bu ayın mübarək Ramazan ayının savab və feyzindən bizi binəsib eləmə. Allah, bu Ramazanı ömrümüzün axırıncı Ramazanı qərar vermə. Allah, il mübarək Ramazan ayının savab və fəzilətindən faydalanmağı hər birimizə nəsib elə. Allahım, bu məscidin ərsəyə gəlməsində ilk günündən, torpağının alınmasından ta ilk günündən bura qədər maddi, mənəvi, fiziki, sözü ilə, pulu ilə, canı ilə əməyi keçənlər, dünyasını dəyişənlərə rəhmət, qalanlara bərəkətli ömr əta etginən. Allahım, son duamızdır, zamanı imamımızın gəlişi ilə qəlbimizi, dünyamızı abad etginən. Yer üzərindən haqsızlığı apararaq haqqı, ədaləti bərqərar etginən. Muhammed o ali Muhammedə 3 ucalı Muhammedi salavat şükürlər. İltimaslı dua edenlerimiz var, hastası olan, müşkülü olan, əllərə olmasına salavat edəcəyik. Xəstələrimizin salamatlığına salavat edəcəyik. Sürücülərimizin salamatlığına xatir salavat edəcəyik. Zindanlarda olan məhbusların, müşkillərinin həll olunmasına xatir salavat edəcəyik. Din-i İslamın qüvvətlənməsinə, din düşmənlərinin məhv nabid olmasına salavat edəcəyik. Hazır rəhbəri elədir, cəmaat namaz qıldı, cümə xutbəsini bizim üçün oxudu, Allah razı olsun. Özünün ailəsinin, valideynlərinin salamatlığına xatir, ömrünün elminin daha da bərəkətli olmasından ötəri, dünyasını dəyişmiş ata-babalarının, analarının istirahətlərindən salavat edəcəyik. Allahumma salli ala Muhammed. Bir neçə dənə mənim qardaşımın səhhəti ilə bağlı iltimas dua edibdir. Xüsusən onların səhhətinin tezliklə şəfat tapmasını salavat edəcəyik. Allahumma salli ala Muhammed. Allah qəbul edəsin. Qardaşlar, qardaşımın zəhmət çəkdiyi, salavat edildiyi dualar oxudu, özünün ailəsinin, balalarının salamat xüsusilə bu cəmliklə şəri, hacətli mətləbi varsa, həll olmasına salavat edəcəyik. Allahumma salli ala Muhammed.